Mən 4-5 günün içərisində öz itimə Azərbaycan dilini öyrədə bildim. Amma 4-5 ildir Azərbaycanda yaşayan və neft pullarımızı artıq yeyənlərdən biri olan Alyona Əliyeva Azərbaycan dilində heç nə başa düşmür. Sonra bir ömür tarih. Tapşırıblar, bu yazıq usta deyir sizə hədiyyə hazırlamışam. Bu qız ya mərifətsizdir, ya da ki, Azərbaycan dilində heç nə başa düşmür deyə sağ ol da demir. İndi itim görün Azərbaycanca nələr başa düşür. Zo, gəl bura. Otur. Uzan. Çevir. Dombalaq aç. Kuru kur. Salam ver. İndi sən hak etdin. Burada cənab prezidentə bir-iki məsləhətim var. Alyonanın yemini biraz az eləyin. Deyin ki, Azərbaycan dilində biraz öyrənsin. Ondan sonra Yediz dilində nə olub? Özü Azərbaycan şəhid ailəsinə verdiyiniz 11.000 manat qan puluna təkcə bir sumka gəzdirir. Hələ başqa geyimini, aksesuarını, hələ atasına, anasına şəhidlərin qanı hesabına alınan Qarabağda fermalar, otellər verməyinizi demirəm.